Salam hörmətli müəllimlər, dəyərli həmkarlar. Mən Leyla Allahverdiyeva. Bu günlərim sizə 9-cu sinif texnologiya kitabının 17-ci mövzusu olan, deməli, paltaryuyan maşının idarə edilməsinin əsası olan elektron texnologiyaları haqqında məlumatlar verəcəm. Deməli, biz müəllimlər 8-ci sinifdə artıq bu avtomatlaşdırılmış paltaryuyan maşınlarının quruluşu, iş prinsipi haqqında müəyyən qədər məlumatlar əldə etmişdik. Və biz orada ümumiyyətcə paltaryuyan maşınların növləri haqqında da məlumat əldə etmişdik. Deməli, hansı növləri var idi? Kiçik ölçülü, əl sıxma qurğulu, yarım avtomat və bir də avtomatlaşdırılmış, yəni özü yuyub qurudan deməli paltaryuyan maşınlar var idi. Ümumilikdə oldu. 4 növdə deməli paltaryuyan maşınlarımız oldu. Kiçik ölçülü, əl sıxma qurğulu, yarım avtomat və bir də avtomatlaşdırılmış. Və bu günlərim artıq biz deməli bu paltaryuyan maşınlarının idarə olunması üçün olan elektron texnologiyaları haqqında məlumatlar əldə edəcəyik. Bilirik ki, yəni müasir zamanəmizin əvəz olunmaz elektronik alətlərindən, əşyalarından biridir ki, belə deyək, artıq onsuz çox evləri təsəvvür etmək mümkün deyil. Burada yəni bizim işimizi asanlaşdırır, deməli bizə bircə dəqiqə müəllimlər, mən qələmi açım. Aha. Deməli bizim işimiz asanlaşır. Burada biz nə edirik? Ancaq paltarı götürürük və paltaryuyan maşına qoyuruq, yuyucu toz əlavə edirik və bir də bir cüt, yəni 2 düymədən ibarət müəyyən proqramı qururuq və başlayır artıq maşın öz belə deyək, işini görməyə. Və belə deyək ki, bu iş ümumiyyətcə bu işlərin hər birini nə görür? Təbii ki, ağıllı aqreqat görür. Bəs baxaq görək ümumiyyətcə deməli bilirik ki, paltaryuyan maşın hansı işləri yerinə yetirir? Deməli həm yuyur, sonra duruluyur paltarı və həmçinin də sıxma kimi proqramlar mövcuddur paltaryuyan maşınlarda. Daha sonra baxaq görək ümumiyyətcə paltaryuyan maşınların deməli deyir ki, sahibinə lazım olan yuma proqramını vermək üçün idarə etmə lövhəsi var. Təbii ki, bu bax bu bizim idarə etmə lövhəmizdir. Hər birimizə yaxşı tanışdır, yəni bu lövhə və biz buradan deməli bir neçə deməli funksiyanı yerinə yetirdik. Daha doğrusu bir cüt düymədən. Yəni biz onu həm yuma rejimini qururuq düymə vasitəsilə və həm də sıxma rejimini qururuq düymə vasitəsilə və yerdə qalanı artıq başlayır. Deməli dediyimiz kimi ağıllı aqreqat öz işini davam etdirir. Bəs baxaq görək ümumiyyətcə bax bu hansı ki idarə etmə lövhəsində görək hansı belə idarə etmələr var. Deməli paltaryuyan maşınının əmrlərlə idarə edilməsində sehirli çubuq rolunu oynayır taymerimiz. Bu test suallara düşür müəllimlər, yəni testlərə düşür ki, paltaryuyan maşınlarda sehirli çubuq rolunu oynayır. Nə? Təbii ki, taymer oynayır. Belə deyək, təbii ki, həqiqətən də elə bil ki, biz bir düyməyə, taymer düyməsindən, yəni vaxtımızı belə deyək, müəyyənləşdiririk. Həqiqətən də bir düymə ilə sanki bir sehir baş verir və paltaryuyan başlayır işə düşür və bizə hazır təmiz belə deyək paltarlar emal edir deyək də, yəni bizə təhvil verir. Və baxaq görək ümumiyyətcə taymer nə deməkdir? Deməli, taymer maşının verilmiş konkret proqramla müəyyənləşdirilmiş vaxt, daha doğrusu müəyyənləşdirilmiş vaxt nəzərə almaqla avtomatik rejimdə fasiləsiz işləməsinə cavabdeh olan xüsusi elektron qurğudur. Bunu olduğu şəkildə yaxşı-yaxşı yadımızda saxlayırıq müəllimlər. Taymer dedik nəyə deyildi? Dedik taymer maşının verilmiş konkret proqramla, yəni biz maşına hər hansı bir proqram yəni proqrama yüklüyürük, hər hansı bir tutaq ki, həm dərəcəsini və yaxud da paltarımızın növünə olaraq pambıqdır, sintetikdir, ipəkdir, nəysə də bu rejimlərin hər birini qururuq. Verilmiş ona görə deyir ki, konkret proqramla müəyyənləşdirilmiş vaxt nəzərə almaqla, yəni biz o vaxtı da özümüz təyin edirik də, yəni 1 saat mı yüzsün, 1 saat neçə dəqiqə və yaxud da 2 saat nəysə, bu o saatımızı da müəyyənləşdiririk nəzərə almaqla avtomatik rejimdə, təbii ki, avtomatik paltaryuyan maşınısı avtomatik rejimdə fasiləsiz işləməsinə cavabdeh olan xüsusi qurğu. Yəni bütün bax bu bizim ona verdiyimiz həm vaxtı, həm rejimi, həm o fasiləsiz işləməni hər bir şeyi nə müəyyən edir, nə icra edir, taymer icra edir. Yəni bax bütün bunları yerinə yetirən xüsusi elektron qurğuya deyirik taymer. Taymer maşının ayrılmaz elementidir və onsuz avtomatik yuma prosesi
qeyri-mümkündür. Yəni belə deyək, bizim əsas maşının əsas vacib hissələrindən biri də hətta demək olar ki, o olmasa paltar yuyan maşınlar, yəni elektrik paltar yuyan maşınları öz funksiyalarını yerinə yetirə bilməz. Daha sonra nəyə baxaq müəllimlər? Daha sonra bizə deyir ki, müasir avtomatik paltar yuyan maşınlarda idarə etmə işini elektron modullar öz üzərinə götürür. Baxaq görək, bax bu cümləmizi də yadımızda yaxşı saxlayaq. Deməli deyir ki, bizə bu cür suallar ola bilər ki, müasir avtomatik maşınlarda idarə etməni nələr yerinə yetirir? Onda biz götürürük ki, elektron modullar. Yadımızda saxlayırıq. Bircə dəqiqə mən qələm açım. Baxın müəllimlər, elektron modullar. Deməli, bircə dəqiqə, deməli, müasir avtomatik paltar yuyan maşınlarda idarə etməni öz üzərinə götürən qurğuya nə deyirdik? Elektron modullardır ki, belə də idarə etməni onlar öz üzərinə götürür. Maşın müstəqil olaraq paltarların çəkisini müəyyənləşdirir. Deməli, maşın müstəqil olaraq bir neçə funksiyaları yerinə yetirir. Deməli, hansı funksiyalardır bu? Deməli, əvvəlcə o paltarların çəkisini müəyyənləşdirir. Daha sonra yumaq üçün lazım olan miqdarda su götürür özü üçün. Yəni, maşının bak hissəsinə tökür. Daha sonra həmçinin vaxtı tənzimləyir və yuyucu tozu özünə başlayır çəkməyə. Yəni, biz ona bir proqram yükləyirik və bir təlimat veririk. Məsəl üçün də özümüz qururuq ki, hansı dərəcədə istəyirik, hansı sıxma belə deyək, sürətini özümüz təyin edirik və daha sonra maşın bunu bizdən alır. Müstəqil olaraq o başlayır, həmin çəkini müəyyənləşdirir, paltarın çəkisinə uyğun. İndi ola bilər ki, məsəl üçün bizim paltar yuyan maşınımız 6 kiloqramlıqdırsa, amma biz ona məsəl üçün 2-3 kiloqramlıq paltar atmışıqsa, təbii ki, o 6 kiloqramlıq olan su qədər baka su yığmır da. Onu özü müəyyən edir paltarın çəkisini və ona uyğun da su tökür öz bakına və həmçinin də vaxtı tənzimləyir. Bizim ona belə deyək, verdiyimiz təlimata əsasən vaxtın özündə tənzimləyir və bir də yuyucu tozu başlayır özünə çəkməyə. Təbii ki, parçanın tipindən, çirklənmə dərəcəsindən asılı olaraq da paltar yuyan maşın lazım olan suyun miqdarını, qızdırılma temperaturunu, yuma müddətini, saxlama sayını müəyyənləşdirir. Deməli, bu hissələri yaxşı-yaxşı yadımızda saxlayırıq müəllimlər. Deməli, dedik ki, paltar yuyan maşın özü üçün nələri müəyyən edir? Deməli, paltarın çəkisini, daha sonra yumaq üçün lazım olan su miqdarını və vaxtı tənzimləyir və başlayır yuyucu tozu özünə çəkməyə. Parçanın deməli, daha sonra müəyyənləşdirməyə baxaq görək. Həmçinin də paltar yuyan maşın parçanın tipindən, çirklənmə dərəcəsindən asılı olaraq paltar yuyan maşın lazım olan suyun miqdarını, qızdırılma temperaturunu, yəni o parçanın çəkisini müəyyən eləyir və təbii ki, tipini özü müəyyən eləmir də. Artıq biz ona belə deyək, o əmrləri verərkən, onu qurarkən biz artıq özümüz seçirik də ki, parçamız nə tipini seçirik və təbii ki, o artıq maşın özü üçün müəyyən eləyir ki, parçamız pambıqdır və o pambıq temperaturuna uyğun olaraq qızdırılma temperaturunu, yəni suyunu qızdırır, həmin o parçaya uyğun olaraq və yuma müddətini və yaxalanma sayını müəyyənləşdirir. Bu bilirsiniz nədir müəllimlər? Adətən olur ki, bəzi hallarda biz özümüz məsəl üçün müəyyənləşdiririk də, özümüz dərəcədir, suyun dərəcəsidir, ondan sonra sıxma dərəcəsidir, vaxtı bunu özümüz tənzimləyirik. Amma paltar yuyan maşınlarda bir qurğu da var ki, belə deyək ki, həmin o buna nə deyirik? Elektron modur. Yəni özünü belə deyək, biz ancaq orada qoyuruq sintetik məsəl üçün paltarlar. Artıq o özü müəyyənləşdirir ki, əgər bu paltar sintetikdirsə, o özü suyun dərəcəsini də müəyyənləşdirir, vaxtı da müəyyənləşdirir, belə deyək də, yəni özü öz işini qura bilir. Bax, bu onun deməli, həmin bu çirklənmə dərəcəsini falan, yəni bu yəqin ki, belə deyək, bu hər birimiz paltar yuyan maşından istifadə etdikdə buna diqqət yetirmişik. Yəni orada müəyyən, belə deyək, yun parçalar üçün olan bölümü var, hansı ki, o artıq yun parçalara qoyanda o özü bizə suyun dərəcəsidir, sıxmasıdır, onun hamısını özü-özündə tənzimləyə bilir. Daha sonra baxaq görək, bəs rəqəmli displey nədir? Deməli, müəllimlər, rəqəmli displey,
Deməli, rəqəmli displey yuma temperaturunu, sıxma zamanı barabanın dövrləri sayını, yumağa başladıqda gecikmə müddətini, yumanın sonunda qalan vaxtı, hamısını göstərən rəngli bir belə deyək ekrandır. Bax, daha doğrusu rəqəmli displey. Deməli, nələr oldu müəllimlər bura daxil? Yuma temperaturu, sıxma zamanı barabanın dövrləri sayı, yumağa başladıqda ki, hansı ki gecikmə müddəti var, o 3 oldu. Daha sonra yumanın sonuna qalan vaxtı təsvir edən rəngli təsvirdə göstərir. Nə? Elektron displey. Yəni rəngli sözü gördüksə, rəqəmli displeyi yadımızda saxlayaq ki, rəngli təsvirdə göstərilir. Rəngli təsvir bizim açar sözümüz olaraq rəqəmli displeyə aiddir. Daha sonra elektron idarə etməyə malik paltaryuyan maşınlar barabanın yüklənmə ölçüsünü müəyyənləşdirir və əgər paltarların barabanda qeyri-bərabər, yəni belə deyək, bir yerə topalanmışsa, bax bu hal olarsa onu daha sürətlə qovmasına imkan vermir. Yəni belə deyək, topalanıbsa və baraban da sürətli şəkildə dövr eləyirsə, təbii ki, bu zaman həm maşınımıza ziyan olacaq, həm də ki, paltarlar açılmadıqda yaxşı yuyulması da yaxşı baş vermir. Ona görə də deyir ki, əgər bir yerdə qeyri-bərabər paylanıbsa paltarımız, onu sürətli şəkildə qovulmasına imkan vermir. Onlar çox sayda sensorlardan gələn siqnalları təhlil edərək bakda olan suyun temperaturunu və sərtliyini, yuyucu vasitəsinin şəffaflığını və paltarın yaxşı yaxalanmasını müəyyənləşdirir. Deməli, bu işləri görən nədir? Sensorlardır. Deməli, baxaq, görək sensorlar nə işləri yerinə yetirir. Deməli, sensorlar dedik ki, həm barabanda paltarların qeyri-bərabər qovulmasına imkan vermir, həmçinin də deməli, bakda suyun temperaturunun sərtliyini, daha sonra yuyucu vasitəsinin şəffaflığını, paltarın yaxşı yaxalanmasını, bax, bunların hər birini belə deyək, müəyyənləşdirir nə? Sensorlar. Bunu yadımızda saxlayırıq. Daha sonra deyir ki, əgər suyun verilməsi kəsilərsə, onun axması baş verərsə və yaxud da ola bilər ki, paltar yağmaşının hər hansı bir qapağı hissəsi hardansa axması baş verərsə, həddən artıq əgər köpük yaranarsa, bu zaman sensorlar müstəqil olaraq maşının işləməsini dayandırır. Bax, buranı da yadımızda saxlayırıq. Əsas düşən, bax, çox vaxt bu cür suallarda düşür ki, əgər suyun verilməsi kəsilərsə, həddindən artıq köpük olarsa və yaxud da suyun axması baş verərsə, bunu nə dayandırır? Hansı, belə deyək, hansı belə deyək də, yəni düymə, hansı rejim daha doğrusu dayanır. Yəni bunu sensorlar dayandırır. Bax, bu işi əgər bu hallar baş verərsə, sensorlar müstəqil olaraq həmin prosesi dayandıra bilir. Daha sonra yuma proqramının seçimi rahat döndərilə bilən taymerlə həyata keçirilir. Bax, bunu da yadımızda saxlayırıq. Yuma proqramının seçimi nəyin vasitəsilə yerinə yetirilir? Taymerlər vasitəsilə yerinə yetirilir. İstifadəçilərin göstərişləri əlavə funksiyaların aktivləşdirilməsi, idarə etmə lövhəsində yerləşən uyğun düymələrin sıxılması ilə yerinə yetirilir. Yəni, biz taymeri təbii ki, proqramımızı qurarkən uyğun düymələrdən istifadə edərək işimizi yerinə yetirmiş oluruq. Taymerləri baxaq görək. Deməli, taymer dedik. Taymer nə işə yarayır müəllimlər? Yuma proqramının seçimi rahat döndərilə bilən, yəni yuma proqramlarının seçimini taymer vasitəsilə yerinə yetiririk. Həmçinin dedik ki, taymerin neçə növü var? 2 növü var. Birləşmiş hibrid, bir də elektromexaniki hibrid. Deməli, 2 cür taymer növü oldu. Birləşmiş və bir də elektromexaniki. Daha sonra müasir paltar yuyan maşınlarda bax, bu birləşmiş hibridlərdən geniş istifadə olunur. Baxaq görək, bəs yaxşı onda birləşmiş hibridlər, birləşmiş hibridlər görək hansı komponentlərdən ibarətdir. Baxaq görək. Deməli, birləşmiş hibridlər özü də 2 komponentdən, yəni elektromexaniki taymerdən, bir də idarə etmə blokundan ibarətdir. Yadımızda buraları dəqiq saxlayırıq. Deməli, dedik ki, birləşmiş hibrid 2 komponentdən ibarətdir. Elektromexaniki taymerdən və bir də idarə etmə blokundan. İndi baxaq görək, bu elektromexaniki taymer və yaxud da idarə etmə bloku nə deməkdir?
Deməli müəllimlər, idarə etmə bloku bilavasitə timerdəki çıxışlara lehimlənmiş lehimlənir həmin o idarə etmə bloku. Və o müəyyən əməliyyatları yerinə yetirir. Baxaq görək hansı əməliyyatlardır bu əməliyyatlar. Bircə dəqiqə müəllimlər, qoy mən ekranımı sabitləşdirim. Aha. Deməli bu əməliyyatlar nələrdir müəllimlər? Deməli 3 əməliyyatı yerinə yetirir. 1, 2 və 3. Baxaq görək. Deməli birinci yuma proqramlarını və əlavə funksiyaları nəzarətdə saxlayır. İkinci timerin mühərrikini idarə edir. Üçüncü isə barabanın mühərrikini idarə edir və onu nəzarətdə saxlayır. Deməli bunları nə görür? Bunu görür idarə etmə bloku. Yadımızda saxlayırıq. İdarə etmə bloku harada lehimlənir? Timerdəki çıxışlara lehimlənmiş, belə deyək, bir hissədir və o deməli özündə 3 əməliyyatı yerinə yetirir. Yuma proqramlarını və əlavə funksiyalarını nəzarətdə saxlayır. Timerin mühərrikini idarə edir və bir də barabanın mühərrikini idarə edir, həm də onu nəzarətdə saxlayır. Burada isə bizə sensor nədir? Onun haqqında məlumat verib. Deməli sensor həssaslığa və həddən artıq həssaslığa əsaslanan, nəzarət edilən təsiri qavrayan elementdir. Yəni işığı, təzyiqi, hərarəti qavrayan elementə deyirik sensorlar. Daha sonra İndi baxaq görək ki, elektromexaniki timerin quruluşu nədir? Deməli, burada onun hissələri göstərilib və hər birinin hissələri də burada vurğulanıb. Yəqin ki, kitabı oxuyanda bu hissələrə bu hissələrə dəqiq fikir verməyinizi məsləhət bilirəm ki, bu hissələri hər birini adlarına uyğun əzbərləyəsiniz, yadda saxlayasınız və şəklə əsasən göz yaddaşınızda qalsın ki, yəni ola bilər ki, düşər, yəni elektromexaniki timerin quruluşu verilər və onu soruşar ki, bu cür şəkli verilər və onun məsəl üçün 3-cü və 5-ci hissələrini soruşar. 4-cü və 2-ci hissələr hansılardır? Bu cür soruşurlar suallarda, testlərdə. Yəni onları yaxşı yadda saxlamaq lazımdır. Daha sonra və həmçinin də bizə deyir ki, bütün digər komponentlər və qurğular timerin kontaktlarından qidalanır. Və elektromexaniki timerin quruluşu isə bizə burada göstərilib şəkil 3-də. Bax, bu bizim elektromexaniki timerin quruluşudur. O çıxıntıları və çökəklikləri olan proqram diskləri dəstindən ibarətdir. Bax, bu da suallara bəzən düşür. Deyir ki, çıxıntıları və çökəklikləri olan proqram diskləri dəstindən ibarət olan nədir? Bax, bunda götürürük ki, bu elektromexaniki timerdir və həmçinin çıxıntılar və dərinliklər isə yumurcuqlar adlanır. Çıxıntılar və dərinliklər nə adlanır? Yumurcuqlar. Daha sonra idarə etmə orqanları bir sıra yumurcuqların köməyi ilə hərəkətə gətirilən kontaktlar kommutatoru ilə idarə olunur. Kommutator nədir müəllimlər? Elektrik dövrəsini bağlamaq ya da açmaq üçün olan bir qurğumuzdur. Yumurcuqları hərəkət bir sıra dişli çaxların və linklərin köməyi ilə sinxron mühərrikdən ötürülür. Bax, bu da bəzən olur, düşür. Yumurcuqlara hərəkət bir sıra dişli çarxların və linklərin köməyi ilə sinxron nə ötürür? Sinxron mühərrik ötürür. Yumurcuqların köməyi ilə. Yəni idarə etmə orqanları bir sıra yumurcuqların köməyi ilə hərəkətə gətirilən kontaktlar, yəni komputatoru ilə idarə olunur. Daha sonra baxaq görək. Daha sonra bizə deyir ki, elektromexaniki timer istismarda etibarlıdır, amma onu belə deyək 10 ildən artıq işlətmək çox da mümkün olmur. Yəni 10 ildən sonra artıq o sıradan çıxmağa başlayır və elektron sistemlərdə paltarayan maşının bütün iş rejimləri və funksiyaları elektron idarə etmə bloku tərəfindən işə salınır və onlarda idarə etmə çox zaman daha dəqiq, həmçinin də effektli olur. Nədə effektli olur? İdarə etmə bloku ilə işə salınanda. Yəni elektron sxemlərdə deyir, paltarayan maşının bütün iş rejimləri və funksiyaları elektron idarə etmə bloku tərəfindən işə salınır və belə olduğu halda da idarə etmə çox zaman həm dəqiq, həm də effektli olur. Bundan başqa elektronika yuma prosesi nəticəsinin yaxşılaşdırılmasının təmin edən bütöv intellektual funksiya kompleksindən istifadə edilməsinə də imkan verir. Həmçinin də bəzən olur ki, bəzi belə deyək, nasazlıqlar da baş verir və bu zaman nə baş verir? Bu zaman kodlar gəlir bizim belə deyək, idarə etmə lövhəsinə
Bu kodlar bəzən məsəlcə F01, F12 və s. kimi kodlar olur. Bu kodları belə desə, ümumiyyətcə bu kodları gördükdə biz ustaya müraciət eləməliyik və usta özü bunun əmələ gəlmə səbəbini taparaq bu belə deyək qüsurları aradan qaldırır və daha sonra əyaniliş baxımından da elektronikanın üstünlüyünü qeyd etmək lazımdırsa, bu zaman deyir ki, bizim maşının iş haqqında tam informasiya təqdim olunaraq bütün rejimlər xüsusi displeydə əks olunur. Elektron idarəetmə sisteminin zəif cəhəti isə onun şəbəkələrdə hələ də belə deyək, şəbəkələr artıb çoxaldıqca, bax bu gərginlik fərqinə elektron maşınlar, yəni avtomatik maşınlar dayanıqsızdır. Ona görə də bax bu zaman təmir bir qayda olaraq dəyəri böyük olan idarə edici modulların dəyişdirilməsindən ibarət olur. Yəni belə deyək, sıradan çıxarda bilir də bu cərəyanın şəbəkələrin azalıb çoxalması, bax buna dayanıqlı deyil paltar yuyan maşınlar. Daha sonra bir də ümumi olaraq bir də baxaq görək nələr öyrəndik, nələr yadımızda qaldı. Dedik ki, yuma proqramlarını və əlavə funksiyaları nəzarətdə saxlayan, taymerin mühərrikini idarə edən, barabanın mühərrikini idarə edən nə idi? Bəli, müəllimlər, idarə edən sözü gördüksə bilirik ki, bu idarə etmə blokudur. Yəni idarə edən sözü harda qarşınıza çıxsa idarə edən, mühərriki idarə edən, bax bu idarə etmə bloku oldu. Daha sonra dedik ki, elektromexaniki taymerin quruluşu hansı hissələrdən ibarət idi? Addımlı elektrik mühərrikindən, ötürücü dişli çarxlardan, yumurcaqlı paketdən və sürüşən kontaktlardan dedik ibarətdir. Daha sonra dedik ki, əgər su kəsilsə və yaxud da həddən artıq köpük yaransa, ümumiyyətcə maşının hər hansı bir hissəsindən su axması baş verərsə, bunu nə dayandırır? Bunu bəli müəllimlər sensor dayandırır dedik. Daha sonra dedik ki, yuma temperaturunu, sıxma zamanı barabanın dövrləri sayını, gecikmə baş verərsə, bax bu gecikmə müddətini harda göstərilir? Bu isə bəli müəllimlər rəqəmli displeydə göstərilirdi. Daha sonra dedik paltaryan maşınlarda hansı kodlar olur? F01 və F12 kodunu yadımızda saxlayırıq. Yəni əslində bir neçə kodlar olur, amma yəni kitabımızda ki, bu iki kod verilib, elə biz o iki kodu da yadımızda saxlayırıq. Və daha sonra dedik ki, maşının verilmiş konkret proqramla, müəyyənləşdirilmiş vaxt nəzərə almaqla, avtomatik rejimdə fasiləsiz işləməsinin cavabdeh olan xüsusi qurğuya nə dedik? Bəli, bu qurğumuz isə, yəni belə deyək, fasiləsiz işləmə deyilsə timer yadım. Timer ümumiyyətcə də, yəni vaxt, timer deyəndə yadımıza time, vaxt gəlir də. Ona görə də əgər fasiləsiz işləmək deyirsə, bax onu da tez yadımıza salaq ki, bu timerdir. Desək ki, mühərriki idarə edir, bu idarə etmə blokudur. Daha sonra desək ki, əgər gecikmə müddətini, yumanın sonda qalan vaxtını, rəngli sözü gördüksə, rəqəmli displey. Əsasən displey, elə o da belə deyək də, displey sözü də görəndə yadımıza Disney falan, bax o cürdə multiklər falan, o necə rəngarəngdir. Əgər rəngli təsvir deyilsə, onda rəqəmli displey, R rəngli, R rəqəmli, bax o cür hər ikisində R ilə başlayır. Yadımıza rəngli təsvirdə göstərir desə, onda götürək rəqəmli displey. Daha sonra əgər desək ki, həssaslığa, həddən artıq həssaslığa əsaslanan, nəzarət edilən təsiri qavrayan element, onu bayaq vurğuladıq. Nə idi? Bu sensor idi müəllimlər. Elə özümüz də, bax məsələn, əlimizdəki telefonlar sensordur da. O neyinir? Həssasdır. Görürsünüz, ani əlimiz bilmədən də dəyəndə o başlayır müəyyən başqa bir proqrama keçməyə, bir səhifədən başqasına keçməyə. Həssaslıq, həddən artıq həssaslıq desə ki, işığa, təzyiqi, hərarəti qavrayan bir element, bax bu bizim olur sensorumuz. Daha sonra bir də sensor bir yerdə bizə köməklik elədi. Dedik harda? Dedik ki, əgər su axar, daha doğrusu su kəsilərsə, həddən artıq köpük olarsa və yaxud da sunun axması baş verərsə, bax onları müstəqil şəkildə dayandıran sensor oldu. Daha sonra dedik ki, birləşmiş hibrid taymer hansı komponentlərdən ibarət oldu? Bəli, müəllimlər, elektromexaniki taymerdən və bir də idarə etmə blokundan ibarət oldu. Bəs dedik ki, sehirli çubuq rolunu oynayan nə idi? Bəli, müəllimlər, bu da deməli taymer idi. Və bir də deməli, bəs dedik taymerin neçə növü oldu? Bəli, müəllimlər, taymerin də 2 növü oldu. Belə müəllimlər, yəni ki,
İnşallah ki bugünkü dərsimiz hər birinizə asan gəlmiş olar. Mövzumuzu dəqiq dərindən öyrənməyi hər birinizə məsləhət görürəm və həm də bu hissələr ki var, hansı ki mən o dərsimiz çox uzun olmasın deyə bax buradakı hissələrdən bəhs etmədim. Dərsimizdə bu hissələri mütləq şəkildə hər biriniz belə deyək ki, əzbər şəkildə öyrənməniz vacibdir.